Salam hər bir kəsə. Bugün sizinlə birlikdə 5-ci sinif riyaziyyat 1-ci hissə sualının, daha sonra kitabının suallarını izah edəcəyik. İlkin yoxlama. 195.678 ədədindən başlayaraq hər dəfə 1000 artırmaq və 200.000-dən kiçik neçə ədəd yazmaq olar? 196.000, 197.000, 198.000 və 199.000. Yəni 4 dəfə yazmaq var. 678-lərdə mən artıq əlavə etmədim, amma siz edə bilərsiniz. İkinci sual. 345.327 ədədinə 500.000-lik, 210.000-lik, 2.000-lik, 403 əlavə etdikdə hansı ədəd alınır? Alınan ədədi söz və rəqəmlə və açıq şəkildə yazın. Yəni 500.000-lik, 210.000-lik, 2.000-lik və 400 dedikdə burada 522.400 nəzərdə tutulur. 522.400 üstəgəl 345.327. Cavab 867.727-dir. İndi üçüncü sual keçəyin. Verilən ədədləri 100-lüklər, 1000-lüklər, 100.000-lüklər mərtəbəsinə dək yuvarlaşdırın. 100-lüklər dedikdə, məsəl üçün 234.890 ədədində 100-lük 8-dir. Əgər 8-dən əvvəlki ədəd, yəni 9 rəqəmi 8-dən böyükdürsə, deməli 8 daha doğrusu olacaq 234.900 olacaq. Yəni bir ədədlər, 1-dən 9-a qədər ədədlər var da. Ədədlər 1, 2, 3 və 4 olarsa, onda bu zaman 8 olmayacaq, 7 olacaq cavab. Yox, əgər 5, 6, 7, 8 və 9 olarsa, bu zaman 8 9-a keçəcək. Əgər 0 olsa isə olduğu kimi qalır. İndi 234.890. Bunu 100-yə qədər yuvarlaşdırdığımız zaman 234.900 alınır. 1000-yə qədər yuvarlaşdırdığımız zaman 235.000 alınır. 100.000-yə mərtəbəsinə qədər yuvarlaşdırdıqda isə cavab 200.000 alınır. Keçir ikincisinə. 587.454. 100-yə qədər 587.500. 1000-yə qədər 587.000. 100.000-yə qədər isə yuvarlaşdırdıqda 600.000 edir cavab. 110.990-da isə 100-yə qədər 111.000, cavab 111.000 edir. 1000-yə qədər isə 111.000 yenə edir. 100.000-yə qədər isə desə, bu zaman cavab 100.000 edir. Keçirin ikincinə. 815.912. Daha doğrusu 52 başlayın. 815.952. 100-yə qədər yuvarlaşdırdıqda 815.000, daha doğrusu 816.000 edir. 1000-yə qədər yuvarlaşdırdıqda 800 yenə 16.000 edir. 100.000-yə mərtəbəsinə qədər yuvarlaşdırdıqda isə 800.000 edir. Qalan iki müsaitsə özünüz həll etməyə çalışın. Hesablayın. Cavabın inandırıcı olub olmadığını təqibi hesabla yoxlayın. 12.987 üstəgəl 74.529. Bu sualın cavabı isə 87.516-dır. Bizə deyir ki, burada cavabın inandırıcı olub olmadığını təqib hesablamakla yoxlayın. Yəni 87.516-nı 100.000-yə qədər yuvarlaşdıracağıq. Daha sonra 1000-yə qədər. 1000-yə qədər yuvarlaşdırdıqda isə 87.000 edir. 95.423 çıx 84.563. Bu sualın cavabı isə 10.860-dır. Keçib bu ikisinə. Bu ikisinin isə zəhmət olması özünüz hesablayın ki, rahatlıqla həll edə bilərsiniz. Burada bölmədir, burada isə vurmadır. Rahat görsün deyə. Keçir şimdi 5-ci sualı. İfadələrin qiymətini tapın. 12 üstəgəl 68 çıx 48 və böl 4. 12-nin üzərinə 68 gəldikdə, daha doğrusu əgər B edəcəkdim. Amma heç vaxt B etmə olmaz. Çünki birinci misalda bölmə və yaxud da ki vurma varsa, birinci bölmə və vurma edirik. Bu adı isə birinci 48 və 48 böl 4'dür. 48'i 4'e böldükdə 12 edir.
İndi misalın davamını edirik. 12 + 68, 80. 80 çıx 12, cavab edir 68. Yəni bu cavab edir. Keçin aşağıdakı misal. 84 vur 568, daha sonra mötəzə çıx. 568 çıx 68. Mötəzəni bağlayıq. Vur 55. Yine əvvəlcə mən bayaq dediyim kimi, əgər misalda vurma bölmə varsa onu edirik. Lakin bəzi istisnalar da vardır. Misalda əgər vurma bölmədən əlavə mötəzə də varsa, birinci mötəzəni sonra vurmanın, sonra isə digər əməllər, yəni toplumu və çıxmanı edirik. 568-dən çıxan zaman 68. Cavab edir 500. 500-ü isə 55-ə vurduqda cavab isə burada 2700 edir. Sonra isə 84 vur 2700. 87 vur 2700'ün cavabı isə oldu 226.800. Digər suallar isə özünüz tapa bilərsiniz. Bu da təni idi. Təniyə bir dənəsi başlasam, həmin topunuza qalanlarınızı özünüz tapın ki, müəlliməyə sualınız ola bilsin. Əgər müəlliməyə sualınız olmasa, bu zaman heç öyrənə bilməzsiniz. Tənikər 6-cı sual. Tənikər həll edin. A çıxılsın 15 bərabərdir 15 vur 3. Əvvəlcə bərabərliyin bu tərəfin bərabərliyi, yəni A çıx 15 bərabərdir bu tərəf 45. Sonra yazırıq A bərabərdir 45 çıx, daha 45 üstə gəl 15 edir 60. Sonra A bərabərdir 60. Əgər istəsəz A-nın yerinə rəqəm qoyub yoxlamanı edə bilərsiniz. Keçək bu tərəfə. Bu da bayaq kimi şeydir, müqayisədir. Cavabı tapırsınız, sonra isə müqayisə edirsiniz. 8-də ədədlər arasında verilmiş şərtlərə uyğun ədədləri tapın. Yəqin ki, artıq böyük sinifsiz bu ədədləri təkciyin, cütcüyün, sadə ədədlər bilirsiniz. Sadə ədədlər isə onu bir də izahlayayım. Sadə ədədlər yalnız birə və özünə bölünür. Əlverişli üsulu hesablayın. Burada 341 vur 200. Məsələn, bunun əlverişli üsulu odur ki, 341-i təkciyi, yüzlük, onluqlu ayırır. 300 vur 200. Sonra 40 vur 200. 1 vur 200. Sonra bundan cavablarını isə toplayırıq. 10-cu